Herkese salam. Bugünkü izahatımıza hoş gelmişsiniz. Gelin heç vaxt itirmədən birbaşa olaraq sirlər, saxlanma mübarizəsi və inanılmaz bir kəşflə dolu olan bu tarixi hekayəyə baş vuraq. Bugün biz Sonuncu Endəlus yazıcısı adlı olduqca unikal və maraqlı bir mənbəni incələyəcəyik. Əhvalatımız əslində çox maraqlı bir tapmaca ilə başlayır. Gəlin birlikdə düşünək. Təsəvvür edin, nadir bir İspan İslam əlyazması necə olub ki, gəlib Qahirədəki bir məscidin düz gizli küncünə çıxıb, yəni İspaniyadan Qahirəyə. Mənbəmiz bizi elə birbaşa bu sirrin arxasınca müasir bir kolleksiyaçının heyrətamiz kəşfinə aparır. Hekayənin giriş hissəsini belə təsəvvür edin. Bizim mənbənin rəvayətçisi kitablara, xüsusən də köhnə nüsxələrə aşiq biridir. Bir gün onun əlinə tamamilə fərqli bir şey keçir. Qahirədəki qədim məscidlərdən birində təmir gedərkən köhnə bir parçaya bükülmüş, sirli bir əlyazma tapılır. Üzərində Əli Badiyə adlı birinin imzası var. Amma bir problem var. Bu kitabı elə-belə götürüb oxumaq mümkün deyil. Bəs niyə? Çünki bu əlyazma Alximiliado adlanan xüsusi və gizli bir dil sistemi ilə yazılıb. Bilirsiniz, bu elə-belə sistem deyil, əsl sağ qalma mexanizmidir. 1492-ci ildən sonra İspaniyada qalan müsəlmanlar, yəni Morisklər, öz inanclarını və mətnlərini hakimiyyətdən gizlətmək üçün bu dahiyanə şifrəni tapmışdılar. Gəlin bunun necə mükəmməl bir kamuflyaj olduğuna baxaq. Təsəvvür edin, qarşınızda ərəb hərfləri ilə yazılmış bir mətn var. Amma oxuyanda ərəbcə Dios səsini verir. Ərəb dilində belə bir söz yoxdur, düzdür? Amma İspan dilində bu Dios, yəni Tanrı deməkdir. Yəni hərflər ərəbcə, səs isə İspancadır. İnkvizisiya məmurları bunu tapanda sadəcə ərəb əlifbası ilə yazılmış İspan mətni olduğunu düşünürdülər. Möhtəşəmdir, elə deyilmi? Yaxşı, bəs bu gizli mətnin içində əslində nələr yazılmışdı? Bu da bizi əlyazmanın daxilindəki ilk mühüm və olduqca sarsıdıcı bir hissəyə gətirir. Granadanın son 5 günü. Bu hissə Əbu Əl-Həsən Əl-Gərnati adlı şəxsin şəxsi gündəliyindən ibarətdir. O, 1492-ci ildə Əndəlusun sonuncu böyük qalası olan Granadanın süqutundan əvvəlki o son 5 ümidsiz, çarəsiz günü sənədləşdirib. Mənbəmiz birinci günü çox ağır bir itki ilə başladır. Granadanın rəmzinə çevrilən qəhrəman Musa bin Əbi Əl-Qəssan xristian monarxlarına boyun əyməkdənsə döyüşərək ölmək seçir. Mənbə mətni xalqın bu itkini necə dərin bir kədərlə qarşıladığını bizə o qədər emosional çatdırır ki, çünki hamı anlayırdı. Onun ölümü əslində şəhərin müqavimət ruhunun da ölümü deməkdir. Mətndəki o çarəsizliyi tam hiss etmək üçün, baxın bu təsirli cümləyə diqqət edək. Gündəlikdə kədərli qoca bir qadın göz yaşları içində belə bir sual verir. Əgər Granadanın kişiləri ağlayırsa, qadınlarına nə qalır? Bu sadəcə bədii bir söz deyil, bu çıxış yolu qalmayan bir xalqın reallığı idi. Və 4-5-ci günlər hər şey xiyanət və böyük bir şokla nəticələnir. Sultan Əbu Abdullah, yəni Boabdil, öz əmlaklarını gizlicə satır və şəhəri rəsmən təslim edir. Mənbə mətnində elə kədərli bir mənzərə təsvir olunur ki, təsəvvür edin, şəhərin üstündəki o əzəmətli İslam bayrağı endirilir, yerinə xaç qaldırılır və xalq bütün bunları göz yaşları, böyük bir sarsıntı içində sadəcə izləməyə məcbur olur. Sultanın bu təslimiyyəti isə tarixin ən acı qınaqlarından biri ilə yadda qalıb. Anası Ayşə Əl-Hürrə ona baxıb o məşhur sözləri deyir. Kişilər kimi qoruya bilmədiyin krallıq üçün indi qadınlar kimi ağla. Bu cümlə ilə gündəlik Əndəlusun tam mənfi reallığını möhürlüyür. Yaxşı, bəs ondan sonra nə oldu? İndi gəlin bir neçə əsr irəliyə əlyazmanın əsas qəhrəmanı Əli Badiyanın öz hekayəsinə keçid edək. Alximiliado və gizli həyat hissəsi bizə onu göstərir ki, Granada süqut etdikdən sonra Morisklər sadəcə yaşamaq üçün inanılmaz dərəcədə ağır, ikili bir həyat sürməyə məcbur idilər. Bu ikili dünyanı beyninizdə canlandırmağa çalışın. Kənardan baxanda necə idi? Onlar kilsəyə gedir, xaç suyuna salınar, hətta Əli Badiyə özü belə rahib kimi fəaliyyət göstərirdi. Amma qapılar bağlananda, evə çəkildikdə hər şey dəyişirdi. Onlar gizlicə namaz qılır, dualar edir və ərəb mətnlərini tavalların arasında gizlədərək qoruyurdular. Gündüz başqa bir insan, gecə isə tamamilə özləri olurdular. Bəs niyə bu qədər ehtiyatlanırdılar? Niyə sadəcə fərqli bir inanca sahib olmaq
ölüm fərmanı demək idi. Mənbəmizdəki növbəti hissə İspaniya İnkvizisiyasının gətirdiyi o cəhənnəmi və sistemli təqibləri tam çılpaqlığı ilə ortaya qoyur. Gəlin mənbədə qeyd olunan qadağalar siyahısına sürətlə göz gəzdirək. Ərəb dili qəti qadağan edilmişdi. Xristian adları daşımaq məcburi idi. Ənənəvi ərəb hamamları tamamilə ləğv edilmişdi. İnsanlar donuz əti yeməyə məcbur edilirdi və tapılan tək bir ərəbcə kitab belə birbaşa tonqalda yandırılırdı. Yəni görürsünüz, məqsəd sadəcə dini dəyişmək deyildi, bütöv bir mədəniyyəti, bir kimliyi yer üzündən silmək idi. Və bu dəhşətli sistemin ən ağır zərbəsi elə Əli Badiyənin öz ailəsinə dəyir. Mətndə Əlinin ailəsinin öz qonşusu tərəfindən satılması o qədər ürək parçalayan şəkildə təsvir olunub ki, onlar tutulur və tonqalda yandırılaraq edam edilirlər. Bütün bunlara baxmayaraq, o oda atılarkən belə öz inanclarından imtina etmirlər. Bu hadisədən sonra Əli öz icmasının tək sağ qalan fərdi olaraq tamamilə tək başına qalır. Amma hekayə burada bitmir. Uzun illər rahib kimi xidmət etdikdən sonra necəsə kilsə onun fəaliyyətindən şübhələnir. Beləliklə onu İspaniyadan çıxarıb yeni dünyaya, Amerikaya gedən bir sürgün gəmisinə mindirirlər və Məkkəyə gedən o məşhur son səyahət də məhz belə başlayır. Mənbəmiz bu yerdə çox gərgin bir gəmi qəzasını təsvir edir. Aralıq dənizinin ortasında qopan fırtınada gəmi batır. Hər şeyin bitdiyini düşündüyünüz anda möcüzəvi bir şəkildə Əli fırtınadan sağ çıxır. Təsadüfən oradan keçən Misirli tacirlər onu xilas edirlər. Bu xilas Əliyə nəhayət azadlığını qazandırır və 1807-ci ildə onun həyat boyu arzuladığı tək bir xəyalı Məkkəyə səyahəti gerçəkləşir. İndi bəlkə də düşünürsünüz ki, bu çox film kimi bir hekayədir. Yəqin ki, sadəcə bir rəvayətdir. Amma əlyazmanı bu qədər dəyərli edən də məhz onun arxasında dayanan tarixi həqiqətlərdir. Müəllif hekayəsini elə-belə havada buraxmır. Sona yaxın çox ciddi faktlar təqdim edir. Baxın bu xronologiyaya, hər şey necə dəqiq bir-birinə bağlanır. 1478-ci il, İnkvizisiya qurulur. 1492, Granadanın süqutu. 1795-ci ildə Əlinin yaşadığı dövrə çox yaxın bir vaxtda İspaniyada həqiqətən də divarın içinə gizlədilmiş gerçək bir marisk mətni tapılır. Və daha sonra 1809-cu ildə fransızlar Madridi işğal edəndə nə baş verir? İnkvizisiyanın gizli işgəncə otaqları üzə çıxır. Fransız zabiti Lemütiskonun mənbədə qeyd olunan rəsmi qeydləri doğrudan da şok edicidir. Onlar kilsənin xalçalarını qaldıranda gizli qapılar, aşağıda dəhşətli, sümük qıran işgəncə alətləri və illərlə gün işığı görməyən qaranlıq zindanlarda məhbuslar tapmışdılar. Yəni Əli Badiyənin o əl yazmada İspaniya İnkvizisiyası haqqında yazdıqları sadəcə qorxu hekayəsi deyildi, bu sözün əsl mənasında sənədləşdirilmiş tarix idi. İzahatımızı yekunlaşdırarkən mənbədə qeyd olunan Əbu Əlbəqa Ər-Rundinin o məşhur insanın içinə işləyən dörtlüyü ilə fikirlərimi tamamlamaq istəyirəm. Hər şey kamilliyə çatdıqdan sonra tənəzzülə uğrayar. Ona görə də qoy heç kim xoş həyata aldanmasın. Bu sözlər nəhəng imperiyaların necə kövrək olduğunu və bir xalqın o yaddaşı tavanlar, divarlar arxasında qorumaq üçün verdiyi inanılmaz mübarizəni bizə xatırladır. Düşünürəm ki, bu izahatın sonunda hamımız özümüzə bir sual verməliyik. Sizcə, tarixin qaranlıq künclərində, bəlkə elə indinin özündə, divar yarıqlarında bizi gözləyən, hələ kəşf edilməmiş daha neçə belə hekayə var? İzlədiyiniz üçün çox sağ olun, növbəti mövzularda görüşənədək.